Ət sevməyənlər üçün yenə yeni bir reseptlə gəlmişəm qarşınıza. Bu yemək əcnəbi yeməkdir, Azərbaycan yeməyi deyil, nə də mənim icabım deyil. Keçən dəfəki düzəltdiyimiz sosdan düzəltdim, o videodan kəsib birləşdirmişəm. Amma yemək başqa cür yeməkdir. Əslində çox asan və tez hazır olan bir yeməkdir. Əlbəttə ki, islanmış noxudlarınız varsa, yoxdursa, onları bir gün qabaqcadan isladırsınız, qaynadırsınız. Birazını sos üçün ayırırsınız, qalanını da bu yemək üçün hazırlayırsınız. Çörəkləri bol yağda qızardırıq. Patini də üzərini bəzəmək üçün əlavə yağlı sos düzəldirik. Paprika, acı biber və duz əlavə edirik. Onları yağda, tereyağında ya da zeytun yağında qovurub üstünə əlavə edəcəyik inşallah. Noxudları sosumuzla birgə qarışdırırıq. Üstünə sarımsaqlı smetan əlavə edirik. Lap üstündən də yağlı sosumuzu əlavə edirik. Qıraqlarından da düşürük qızarmış lavaşlarımızı. Qızarmış lavaşlarımızı qarışdırmasanız daha yaxşı olar. Çünki lavaşlar xırçıltılı olanda daha ləzzətli olur. Amma sosla bir yerdə qarışdırsanız lavaşlar tez əziləcək, yumuşalacaq və həmin ləzzəti, dadı ala bilməyəcəksiniz. Siz də hazırlayıb dadına baxsaz, öz fikirlərinizi mənimlə kommentlərdə bölürsəz çox sevinərəm.